Müqayisələrin bəzən bu müqayisələrin bəzən tərəfdarı deyiləm. Ona görə biraz demək olmur ki, bu ondan üçündür. Hər birinin özünə görə sahəsi var və öz sahəsində hər biri mükəmməldir. Biz məsələn orta əsrlərin fəlsəfəsi özünə görə mükəmməldir, yeni dövrün fəlsəfəsi özünə görə və s. Ona görə biraz bunu çətindir demək ki, İslam fəlsəfəsi mükəmməldir. Əliza qardaş deyir, əslində onlar öz fəlsəfəsində nizam yaradırlar. Bəli, nizam yaradırlar. Bütün fəlsəfələrdə nizam var. Əlbəttə, fəlsəfələr iki yerə bölünür. Nizamlı fəlsəfələr, sistematik fəlsəfələr, qeyri-nizamlı fəlsəfələr. Ki, təbii ki, nizamlı fəlsəfələr aydın məsələdir. Qərbdə, yəni fəlsəfələr nizamlı fəlsəfədir. Bağlardan qırılıb özünə qayıdış etsin, yəni sıfırlansın, sonra düşünsün. Bəli, həqiqəti anlamaq üçün insan bütün bağlardan qırılıb özünə qayıdış etsin. Mən elə bilirəm, bəli, bu əsasdır. Əsasdır, bəli. Yəni, sən hər hansısa bir fəlsəfəni anlamaq üçün, düşünmək üçün gərəkdir ki, ön fərziyyələrdən xilas olasan. Ön fərziyyələrdən xilas olmaq elə bağlardan qırılıb özünə qayıdış. Bəli, elə bilirəm ki, şərtdir özünə qayıdıb, yenidən sıfırlanıb, yenidən düşünmək. Bəli. Yaxşı, deməli, indi başlayaq biz. Dərsi başlayaq yenə inşallah. Əla, əla, çox gözəl. Çox gözəl. Mən açdım, təsviri də açdım ki, videonu ki, rahat şəkildə biz söhbət eləyə bilək. Yaxşı. Belə. İnşallah yenə də söhbətimizi başlayaq və Allah qoysa yenə sual olsa dərsin axırında danışarıq. Ya əgər təcili dərslə əlaqədar bir dənə sual olsa yenə yerində də yaza bilərsiniz. Bismillahirrahmanirrahim. Deməli, mövzumuz fəlsəfə və fəlsəfənin mahiyyəti və təbii ki, sonra da biz İslam fəlsəfəsinə gəlib çıxacağıq. Amma fəlsəfənin mahiyyəti haqqında söhbət edirik. Biz keçən dəfə belə bir başlanğıcla söhbətə başladıqda fəlsəfənin özəlliyi, fəlsəfənin xasiyyətləri, fəlsəfəyə xas olan o, necə deyərlər, özəllik nədən ibarətdir? Mən dedim, fəlsəfənin birinci özəlliyi aporiyadan ibarətdir. Aporiya, yəni çıxılmaz vəziyyətlərdə çıxacaq yol tapmaq, çıxılmaz vəziyyətlərdə necə deyərlər, düşünüb hər hansısa bir həll yolu tapmaq və bunun haqqında biz keçən dəfə söhbət elədik. İkinci xasiyyət ki, keçən dəfə də işarə elədim, dedim, bu günləri izah eləyəcəyəm. İkinci xasiyyət, necə deyərlər, bunu belə adlandıra bilərik də, səthillikdən ucalma və yaxud da ki, dərinliklərə varma və yaxud da həqiqətə yönəlmə. Bunları indi müxtəlif formada deyirəm, sonra üzərində biraz söhbət edəyik. Yəni nə? Bu səthillikdən ucalma, səthillikdən keçmə. Fəlsəfə ümumiyyətlə bizi həyatın səthi səviyyəsindən bizi qaldırır yuxarı. Həyatın səthi səviyyə yəni üst səviyyə. Yəni, biz adi həyat tərzimizdə nə ilə məşğuluq? Yəni, adi həyat tərzimizdə
yeməyimizin dalıcan, içməyimizin dalıcan yaşayırıq, gedirik, gəlirik, yatırıq, dururuq. Bu həyatın səthi səviyyəsidir. Yəni adi həyat tərzidir. Yəni fəlsəfə adi həyat tərzindən bizi ucaldır. Adi həyat tərzindən bizi yuxarılara qaldırır, genişləndirir. Yəni adi həyat tərzi ilə razılaşmır, qane deyil fəlsəfə. Ona görə və yaxud ona görə qeyd elədiyimə fikir verin, həqiqətə yönəlik. Bizi həqiqətə yönəldir fəlsəfə. Həqiqətə yönəldir. Bir çox hallarda sizi biraz belə deyim də, biraz həyat tərzinə qaytarım, biraz həyat tərzinə baxın, görün necədir. Biz bir çox hallarda bəzən danışırıq, deyirik, nə deyirsiniz və yaxud nə deyirik? Deyirlər ki, çox dərinə getmə, çox dərinə varma. Əşi, indi həqiqəti kim bilir? Əşi, belə, o əşi, bu çox nə bilim, dərinə getmə, bu tamamilə fəlsəfi həyat tərzinə zidd bir həyat tərzidir. Bu həmən səthillik budur, səthillik. Bu həmən üz qabığında yaşamaqdır. Çox dərinə getmə. Yəni nəyə görə bizi qoymurlar ki, dərinə gedək? Nəyə görə dərinliyə getmək olmaz? Ya dərinliyə getmə, ona görə dərinliyə getmə ki, üzüb batarsan, yəni dərinlikdə. Deməli, əgər batırsansa, üzməyi bacarmırsan, sən üzməyi onda öyrənməlisən də. Yəni dərinliyə getməməyin səbəbi nədən ibarətdir? Doğrudan dərinlik yoxdur, yoxsa sən tənbəlsən üzməyi öyrənmək üçün? Üzməyi öyrənmə tənbəlliyindən dərinə getmirsən. Hansıdır? Hər ikisi var. Həyatda biz hər iki dəstə ilə rastlaşırıq. Bəziləri tənbəlliklərindən dərinə getmirlər. Yəni mən dərinə getsəm, əşi çox şey biləcəyəm də, çox şey öyrənəcəyəm və istəmir, tənbəldir. Bir qism adamlar belədir. Bir qism adamlar məsuliyyətdən qaçış naminə dərinə getmirlər. Yəni çox şey bildikdə məsuliyyətli olur axı adam. Hə? Bildikcə eləməliyəm axı. Bəs neyniyim? Əməl eləməliyəm və yaxud da ki, bilgimə görə hərəkət eləməliyəm. Ona görə bəziləri məsuliyyətdən qaçış naminə dərinliyə getmirlər. Bunlar ümumiyyətlə səthi həyat tərzini yaşayanlardır. Amma hesab eləmirlər ki, sən əgər tənbəllik eləsən, başqa bir yerlərdə hər bir insan istədin, istəmədin həyat adamı dərinliklərə aparır onsuz da. Onsuz da digər həyatın müxtəlif çavarlarında biz dərinliklərə giririk. Amma nə yaxşıdır ki, insan üzməyi öyrənib dərinliyə girsin də, birdən-birə adamı atanda dərinliklərə çapalayır yaxı sonra. Bu çapalamalar nəyə görədir həyatda? Bu gərginliklər nəyə görədir həyatda? Streslər nəyə görədir? Depressiyalar nəyə görədir? Nəyə görə biz çətinlik yaşayırıq həyatda? Bizə nəyə görə? Çünki istədik istəmədik bizi dərinliklərə həyat atır, amma demə biz bu dərinliklərə düşəndə əvvəlcədən üzməyi öyrənməmişik. Amma fəlsəfə bizə deyir ki, fəlsəfə bizə xatırladır ki, onsuz da həyat səni dərinliyə atacaq. Mən gəl sənə öyrədim üzməyi dərinliyə düşəndə çapalamayasan. Çətinlik çəkməyəsən, narahatçılıq yaratmayasan, nəysə. Fəlsəfə ümumiyyətlə səthi həyat tərzindən başqa bir həyat tərzinə bizi aparır. Səthi həyat tərzindən, adi həyat tərzindən, adət etdiyimiz həyat tərzindən bizi dərinliklərə aparır fəlsəfə. Baxın, sufistlər nə deyirdilər? Çox xahiş edirəm, diqqətli olaq bu məsələyə. O zamanın sufistləri, keçən dəfə də dedim də, qeyd elədim, sufistlər, bildikdə sufist yəni özünü, nədir, indi olsaydı, soruşardım sufist nədir də, vaxtınızı almıram, yadınızda qalıb və yaxud da ki, necədir. Sufistlər yəni həkimlər, özlərini həkim adlandırırdılar.
Müdrik, ay sağ ol, bəli, müdriklər, özlərini müdrik adlandırırdılar. Bəli, həkim, müdrik, sufistlər. Və Sokrat gəldi, dedi, xeyr, mən özümə həkim deyə bilmərəm, mən uzağı deyə bilsəm özümə hikməti, müdrikliyi sevən deyə bilərəm. Filosofist deyə bilərəm özümə. Filosofist, hikməti sevən. Sokrat sufistlərlə özünü bu cürlə fərqləndirirdi. Sufistlər özlərinə həkim deyirdilər, Sokrat isə özünə deyirdi hikməti sevən. Hikməti sevən, nəinki həkim. Həkim çox böyük bir iddiadır. Və Sokrat heç vaxtı bu iddialı çıxış eləmirdi. Sokrat böyük iddia, filosof ümumiyyətlə böyük iddiayla çıxış eləmir heç vaxtı. Filosof böyük iddiayla çıxış eləmir. Və çünki filosof özünü yolda görür, məqsəddə görmür. Yolda, məqsədə tərəf gedən yolda görür özünü filosof. Hər halda sufistlərin amalı nədən ibarət idi? Onlar hesab edirdilər ki, o həmən üçüncü qism, dedim axı, dərinliyə getməyən adamlar ya tənbəllikdən, ya məsuliyyətdən qaçır, ya da sufistlər kimi akademik yanaşırlar da məsələyə. Sufistlər kimi hesab edirlər, ümumiyyətlə həqiqət yoxdur. Heç dərinlik yoxdur, yəni. Sufistlər hesab edirdilər ki, heç dərinlik yoxdur, ümumiyyətlə. Dərinliyə, sanki dərinliyə də gedək. Ona görə nə hesab edirdilər? Sufistlər deyirlər, gəlin əxlaqlı həyat tərzini yaşayaq. Dostlar, xahiş edirəm, amma çox xahiş edirəm, buna diqqətli olun. Çox, bilmirəm bunun harasından mən danışım ki, tamamilə sufistlər, belə, qoy bir dənə belə bir cümlə ilə çıxış edeyim də, sufistlər indiki bizim həyat tərzimizin aynısıdır. Sufistlər tamamilə bizi göstərir. Bizim həyat tərzimizdir. Bizim həyat tərzimizdir. Yaxşı mənada. Yəni, bizim həyat tərzimiz hələm yaxşı mənada. Hələm yaxşı mənada. Yəni, biz, nə bilim, tamamilə əxlaq prinsiplərini riayət etsək olacaq sufist. Çünki sufistlər də hesab edirlər. Amma gəlib deyəndə ki, bəs bu əxlaq prinsipləri hansı həqiqətə söykənir? Ki, sən Allah üçün olmazsan. Nə işin var? Həqiqətlə nə işin var? Sufist budur, yəni. Sufist budur. Yəni, bizim yaxşı mənada həyat tərzimiz, yaxşı adamlarımız sufistdir. Belə deyək. Mən demirəm, yəni dünyanı təsvir eləmək istəyirəm. Dünyanın təsvirini sizə göstərirəm. İndi o zülm, pis, nahaqlıq onlardan olan heç kim yoxdur. Mən sufist. Çünki sufistlərin iddiası nə idi? Sufistlərin iddiası bu idi ki, gəlin əxlaqlı yaşayaq. Sufistlər pis deyilmiş ki. Kim deyir pisdir? Kim deyir pisdir? Sadəcə bunlar hesab edirlər ki, əxlaqlı yaşamalıyıq. Deyirəm ki, yaxşı, nə gözəl belə səslənir. Çox qəşəng səslənir axı əxlaqlı, düzdür. Əxlaqlı yaşayaq, çox qəşəng səslənir. Amma nə baş verir? Bəs nəyə görə Sokrat sufistlərə ziddir? Axı, nəyi pis deyil bunlar? Mən vaxt geçsə də mən bunu məcburam biraz məsələni sizinlə bölüşüm. Çünki toxunmalıyıq. Həyat, bizə yaşayırıq bu həyatı. Sıradan gəldi filan kes fəlsəfə dedi, sufist dedi, adını eşitdik, Sokrat dedi, onu da bildik. Amma nə oldu ki, Sokrat sufistə qarşı çıxdı axı? Nə baş verdi də? Yəni, bir qism sufistlər var idi, sonra da Sokrat gəldi, yəni, sonra. Yox, bunun tapmaq lazımdır ki, nə oldu ki, bunu dəfələrlə demişəm, filosofun sualını tapmaq lazımdır. Filosofun dərdini anlamaq lazımdır. Dərdi nə idi Sokratın? Nəyə görə sufistlərə qarşı çıxdı? Görün, bu qarşı durma o qədər ciddi idi ki, sufistlər Sokratın ölümünə hökm etdilər və Sokratı edam etdilər. Edamdan məqsəd, yəni
O zaman edamın forması zəhər içməklə idi. Şokeran zəhəri ilə məşhurdur Şokeran. Zəhərin adıdır. Şokeran. Şokeran zəhəri ilə həbsxanada Sokrata o zəhəri içirdirlər və Sokrat dünyasını dəyişir. Nə idi ki, Sokratı sufistlərə qarşı qoyuldu? Məhz bu məsələ. Hansı məsələ? Bəyəm sufist kiməsə zülm etmişdi? Bəyəm sufist kimisə öldürmüşdü? Bəyəm sufist... Yox, sufistlər dedilər ki, əxlaqlı həyat tərzi yaşamalıyıq. Bəs Sokrat nə deyirdi? Sokratın sözü bu idi ki, əxlaqlı həyat tərzini gərək həqiqətə yönəlik yaşayasan. Elə belə olmaz. Çox xahiş edirəm. Bunlar mərkəz cümlələrdir. Yəni, Sokratın sözü bundan ibarətdir ki, əxlaqlı həyatı həqiqətə yönəlik yaşamalısan. Həqiqətə yönəlik. Elə belə əxlaq həyat. Sənin əxlaqlı həyat tərzin, məsələn, neynirsən yəni əxlaq? Mən, məsələn, ehsan verirəm. Məsələn də, yoxsa mən, məsəl üçün, gülər üzlüyəm. Mən, məsələn, heç kimin ürəyini qırmıram. Misalda, mən şəfqətliyəm. Mən mehribanam. Məsələn, əxlaqlı həyat tərzi, əlim açıqdır. Bu əxlaqlı həyat tərzi, məyər əxlaqlı həyat tərzi? Məyər bu əxlaqlı həyat tərzi, bunlar əxlaq sayılır. Bunlar əxlaq sayılır. Görüntüdə, bəli, əxlaq sayılır. Amma nəyə naminə? Nəyə görə əli açıqam? Bəyəm əli açıq olmaq həmişə yaxşıdır. Bəyəm mehriban olmaq həmişə yaxşıdır. Bəyəm ürəyi açıq olmaq həmişə yaxşıdır. Bəyəm hər kəsə qucaq açmaq həmişə yaxşıdır. Bəyəm hər kəsə belə deyək, bütün gülüşlərə cavab vermək yaxşıdır. Bütün hər cür gülmək, misal çəkirəm, misal şəfqətli və s. və ilaxır. Baxın, sufistlər deyirlər, həqiqətlə nə işimiz var? Gəlin, həyatımızı yaşayaq. Həyatımızı necə yaşayaq? Əxlaqlı həyat tərzi yaşayaq. Sokratın davası elə məhz bundan ibarətdir də. Sokrat deyir, əxlaqlı həyat yaşamaq, okey, necə deyərlər, əxlaqlı həyat tərzi yaşamaq yaxşıdır. Amma bu səthi həyat tərzidir. Səthi, adi həyat tərzidir. Mən sorğulamalıyam. Sən mehribansan, nə üçün? Nəyə görə? Məqsəd nədir? Əlin açıqdır, hər kəsə paylayırsan, ehsan edirsən. Nə üçün? Nəyə görə? Adın formulu həqiqət. Bəli, olmuyor birdən əlin açıqdır, istəyirsən seçkilərdə rəy götürəsən, ona görə əlin açıqdır, mənim xəbərim yoxdur. Yoxsa əlin açıqdır ona görə ki, tanınasan, yoxsa çox pul paylayırsan ona görə ki, çox pul qazanasan. Axı, bu əli açıq olmaq hansı qəsdə görə? Yoxsa əlin açıqdır ona görə ki, həqiqətən də əli açıqlıq yaxşıdır. Əli açıq olmaq yaxşıdır. Immanuel Kant gör nə gözəl deyir. Deyir, əxlaq ümumiyyətlə. O zaman əxlaqdır ki, onu o işi, həmən işin dəyərinə görə görəsən. Nəyə görəsə yox. Necədir? Yəni, əhsən. Çox qəşəng. İnsan, ona görə hörmət etməlisən insana ki, insandır. Nəinki insanın özü hədəf olmalıdır. İnsan heç vaxt da alət olmalıdır. İnsanı nəyə görəsə işlətməməlisən. Hər şeyi insana görə işlətməlisən. Sokratın davası budur. Sokrat ona görə
Sokrat və təbii ki, şagirdləri Platon və Aristotel. Budur Sokrat filosofu, belə deyək də, filosof deyəndə Sokrat, Platon, Aristotel. Budur filosofu sufistə qarşı qoyur. Çünki sufist səthi həyat tərzi yaşamaq niyyətindədir. Filosof isə dərin həyat tərzi yaşamaq niyyətindədir. Və dərin həyat tərzi, yəni işi, rəft əməlini həqiqətə yönəlik yaşayır. Mən həqiqəti bilib yaşamalıyam. Yaxşı sualdır. Bəli, bəli, bəli. Yəni, qoy belə deyək də, qaçırtmayaq bu sualları. Könül xanım deyir ki, sufistlərdə nisbilik və Sokrat mütləqlik. Gəlin, hələlik hə deyim bu məsələyə, amma çox ciddi mövzudur bu nisbilik və mütləqlik. Amma bəli, sufistlər daha nisbilik tərəfdardır, Sokrat mütləqlik tərəfdardır. Amma bunun izahını hələ məndən istəməyin də, düzdür, çox dərin məsələdir bu mövzu. Var fəzilət, var yaxşılıq, hər yaxşılıq fəzilət deyil. O, bəli, yaxşılıq və fəzilət düzdür. Yenə də dəqiq mənada belə deyək, yaxşılıq və fəzilət kimi anlada bilərik, düzdür. Yaxşılıq, hər yaxşılıq fəzilət deyil, elədir. Bəli, bu mənim axtardığım neydi? Aha, əlhəmdülillah da, əgər bu axtardığımız Elşad bəy, Elşad qardaş deyir ki, bu mənim axtardığımdır, çox gözəl, çox gözəl. Bəs fikir verin məsələyə, mən ona görə biraz ciddiyə alıram bu mövzunu. Fəlsəfə bizi səthi həyat tərzindən qaldırır. Fəlsəfə bizi səthi həyat tərzindən yüksəklərə qaldırır. O nə deməkdir, yəni? Yəni, fəlsəfə bizim həyat tərzimizi həqiqətə yönəlik edir. Yəni, həqiqətə baxaraq bizim həyatımızı qurur. Həqiqət. Mütləq də deyil, mən həqiqətə çatım. Ola bilsin çatım, ola bilsin çatma. Axı o istiqamətdə bizi yola çıxardır fəlsəfə. Fəlsəfə bizi, belə deyim, fəlsəfə bizi həqiqət istiqamətində yola çıxardır. Və bu ki, həqiqətə çatacaq, çatmayacaq, xeyr ola bilsin, çatmıyor. Əsas budur, o istiqamətdə biz yola çıxırıq. İnsan əgər həqiqət istiqamətində yola çıxdı, yolda hərəkətləri bəllidir, qeyri-müəyyən deyil, müəyyəndir. Ona görə, baxın, Sokrata nə baş verir nəticədə? Ona görə Sokrat teoriyanın, filosof yəni, Sokrat teoriyanın tərəfdarıdır. Bir teoriya var, bir də texnologiya anlayışı var da. Teorisyenlərlə texnoloqlar tamamilə burada bir-birindən fərqlənir. Sokrata görə teoriya əsasdır. Amma bəzən adi həyat tərzində teoriyası. Bir dənə çox belə gündəmimizdən misal çəkim, rahat şəkildə biləsiz, düzdür. Yəni, adam universitet oxumadan, ali təhsil almadan, amma diş həkimidir. Yəni, teoriyasını bilmir, amma baxıb öyrənib. İşləyir də, qazanır da. Vurur, bu iynəni də vurur dişə. Diş də çıxardır. Oldu da, oldu. Bu sufist həyat tərzidir. Yəni, olur da axırda, amma adam ağzının anatomiyasından xəbərdar deyil. Nə olacaq, xəbərdar olub, nə olacaq? Axırı bu ağzın yalnız yəni var. Qoy görüm bu sualı nədir belə olsa, fəlsəfə yalnız bizim əqidələrin yoxsa digərlərini də var. Həqiqəti tapmaq, sorğulamakla mümkündür.
Bəli, əziyyət tapmaq sorğulamamışıq da. Mən cümlənin əvvəlini biraz dəyişsəydim, əqidə, eee, yoxsa digərlərində də var. Və elə bilirəm, yəni sual budur ki, yəni əqidələrimizi də sorğulayır. Bəli, sorğulayır. Əgər sual budursa, bəli, əqidələri də sorğulayır. Bəli, fəlsəfi əqidələri də sorğulayır. Imm, fəlsəfə hər bir şeyi sorğulayır. Fəlsəfə hər bir şeyi sorğulayır. Bəli. Bəs, bir dənə bu məsələyə diqqət eləyək, çox-çox xahiş eləyirəm, amma çox-çox xahiş eləyirəm. İş görür, amma işin, özündən, həqiqətindən xəbərsiz. Bəli, yaxşı iş görür, işin özünü indi bəli, biraz bax indi danışıram, bu haqda biraz mən söhbət eləyəcəyəm. Heyfdir yəni, mən bu haqda söhbət eləyəcəyəm ki, biraz, çünki biz, pəncə-pəncəyik bu, həyatda, yəni əlbəyatayıq, bu həyat tərzi ilə. Biz öyrəşmişik səthi həyat tərzinə, və dərin hər hansısa bir məsələnin nəsə, sorğusuna gedəndə, dərinliyinə gedəndə hesab edirik ki, bu boş şeylərdir, boş şeylərdir, boş şeylərdir. Yəni bəs, nəyə görə universitetlər düzəlib, ali təhsillər, fənlər, teoriya hər bir şeyin əsasında. Yəni hər bir insan hər an ona görə nə baş verir, nə baş verir? Texnoloqlar teorisyenləri üstələyirlər. Texnoloqlardan məqsədim bilirsən nədir? Texnoloqlar yəni, belə özü öyrənən hər hansısa bir, indi mən ad verirəm buna. Hər hansısa bir sənəti özü öyrənənlər o sənətin ixtisasçılarının üstündə dayanırlar. O sənətin ixtisasçılarından üstə dayanırlar. Nə baş verir? Hər kəs öz yerində deyil. Hər kəs öz yerində deyil. Yəni sadəcə əldən ələ baxıb öyrənib olur mütəxəssis. Olur mütəxəssis. Halbuki o işin mütəxəssisi ki, sahəsi oxuyub, teoriyasını oxuyub, öyrənib bilir də, bacarır da, ümumiyyətlə hesaba gəlmir, hesaba alınmır. Hesaba alınmır. Və alimlər cahillər kimi görünür, cahillər isə alimlər kimi. Gövhəralara gedib çıxırmaq istəmirəm məsələni belə çox şey eləyim, istəyirəm həyatı təsvir eləyim. Həyatı təsvir eləyim. Mən demirəm ki, zahirən, bəli, bəli, bəli. Zahirən əxlaqlı görünmək kökdən dəyişmək mümkün deyil. Və indi bilirsən, bəli, marketinqdə bəli, zahirən əxlaqlı görünmək nə üçün bu belədir? Bilirsiniz nəyə görə? Çünki marketinqin ümumiyyətlə Allahı puldan ibarətdir. Axı elə belə də olmalıdır. Təbii ki, əgər Allah pul olsa, orada əxlaq rol oynamır, orada zahiri görünüş rol oynayır. Ona görə. Elə onun üzərindən söhbət gedir də. Baxın, bir dənə fokuslanaq mövzuya. Nəsimliyə bənzəyir elə bil. İndi bilmirəm necə Nəsimliyə bənzədirsiniz bunu. Amma məsələyə bir dənə fokuslanaq. Fəlsəfə deməli, fəlsəfə bizə həqiqəti göstərməklə həyat tərzimizi dəqiqləşdirir də bir sözlə. Həyat tərzimizi dəqiqləşdirir. Ona görə Sokrat, Aristotel Sokratı necə təsvir eləyir? Deyir, Sokrat mənim metafizikada, Sokrat mənim üçün əzəmətlidir. Aristotel deyir. Xahiş edirəm, diqqət elə buna. Ne üçün? Sokrat mənim üçün əzəmətlidir, böyükdür. Çünki o hər şeyi ən əvvəl tərif eləyir. Definition. Tərif eləyir. Bunun o nə deməkdir yəni? Bunu hər şey tərif edir, yəni hər şeyi mahiyyətini açıqlayır.
Tərifdən məqsəd, definitiondə, yəni hər bir şeyin mahiyyətini açıqlayır. Aristotel, bu nə əzəmət meyarıdır yəni. Amma məsələ bundadır. Məsələ. Sokrat, fikir verin, Sokrat yolla gedir, görür bir dəstə çox sevinə gəlirlər. Çox sevinə gəlirlər. Soruşur Sokrat ki, nəyə görə sevinirsiniz? Deyir ki, biz məhkəmədə ədaləti bərpa etdik və məhkəməni utduq. Deyir, necə oldu məhkəməni utdunuz? Deyir, məhkəmədə ədaləti bərpa elədik. Sokrat soruşur ki, ədalət nədir? Ədalət nədir? Yəni, bunlar hələm indi ayılırlar ki, demə, hələm ədalət nədir özündə qalıblar. Ədalət nədir? Yəni, ədalət hələ bilmirlər nədir, amma hesab edirlər ki, ədaləti bərpa edir. Və ona görə əgər insan həqiqətə yönəlik hərəkət etməsə, əgər insan hər hansısa bir şeyin mahiyyətini bilmədən, cüzi də, o demək deyil, hər bir şeydə mütəxəssis olasan, hər hansısa bir şeyin mahiyyətini bilmədən, sadəcə sıradan həyat güzəranını yola vermək üçün o şeyə fokuslansa, hər hansısa bir işi görərsə, onun mahiyyətindən xəbəri olmadan o işi görsə, onda həyat tərzi tamamilə hər bir kəsin özünə bağlı olacaq, hər bir kəsin subyektinə. İnsan, necə ki, sufistlər deyirdilər, hər bir şeyin əsasında insan dayanır. Sokrat da deyirdi, hər bir şeyin əsasında insan dayanır. Sufistlər də deyirdi, hər bir şeyin əsasında insan dayanır. Amma bunların fərqi nə idi? Fərqi bundan ibarət idi. Sufistlər deyəndə ki, hər bir şeyin əsasında insan dayanır, deyirdilər, həqiqəti də insan yaradır. Amma Sokrat deyirdi, insan hər bir şeyin əsasındadır, həqiqətə görə hərəkət edir. Çox. Mən xahiş edirəm ki, diqqətli olaq bunlara. Diqqətli olaq. Bir də təkrar edirəm. İnsan, sufilərin əsas baş cümlələri də bu məlum məsələdir. Hər bir şeyin meyarı insandır. Hər bir şeyin meyarı insandır. Bu sufistlərin, bəli deyirəm, hər bir şeyin meyarı, ölçüsü insandır. Bu sufistlərin şüarıydı. Bəli, nə qəşəng, nə gözəl. Və Sokrat nə deyirdi ki? Deyirdi ki, insan deyil. Yox, fəlsəfə dərsi keçirikdə Sokrat da deyirdi, hər bir şeyin əsası insandır. Mən başa düşmədim. Bəlkə nəsə yanlışlıq var? Yox, yanlışlıq yoxdur. Həm sufistlər deyir, hər bir şeyin əsası insandır, həm Sokrat deyir, hər bir şeyin əsası insandır. Bəs nə görə bunlar bir-birinə qarşı çıxırlar o yerə qədər ki, sufistlər Sokratın ölümünə hökm edirlər. Buna görə sufistlərdə insanın mərkəzdə olması hətta həqiqəti belə insan müsadirə edə bilər. Sufistlərdə həqiqət insana tabedir. Sufistlərdə insan həqiqəti yaradır. Müxtəlif formalarda deyirəm ki, sufistlərdə insan hər bir şeyin ölçüsüdür, insan özü həqiqəti yaradır. Həqiqət yoxdur. Amma Sokrat ki, deyir, insan hər bir şeyin ölçüsüdür. Yəni, olan mövcud həqiqətə yönəlik hərəkət edərək hər bir şeyin əsasında insandır. İnsan ona görə mərkəzdədir ki, məhz insan o həqiqəti dərk edə bilir. Məhz insan həqiqətə yönəlik hərəkət edə bilər. İnsan həqiqəti yaratmır, həqiqəti müsadirə edə bilməz. Həqiqətdir ki, insanı müsadirə etməlidir. Həqiqətdir ki, insanı özünə tərəf çəkməlidir. Müxtəlif formalarda deyirəm, yazın, qeyd edin, yadda saxlayın. Yəni, sufistlərdə həqiqət
Əhsən, bəli, bəli. Bəli, bəli, tamamilə. Sufistlərdə hər ikisində, bəli, hər ikisində insan mərkəzdir. Amma insanın mərkəzdə olmasını bir digərindən yerlə göy arasında fərqi var. Sufilərdə insan mərkəzdir, yəni insan hər şeyi istədiyi kimi. Hətta ona görə bax, burada bilinir ha. Yəni sufistlər deyir, sən nə işin var axı? Ədalət nədir? Sən nə edirsən elə ədalətdir. Sokrat deyir, necə nə işin var? Axı sənin etdiyin ədalətdirsə, bəs mənim etdiyim nədir? Sən mənim haqqıma girirsən, ədalət adını qoyursan, mən də gəlirəm sabahları sənin haqqına girirəm, onun da adına ədalət qoysam, onda nə baş verəcək? Nə baş verəcək? İndi sən mənim haqqıma girirsən, ədalətlisən, yoxsa mənim haqqım alınır, mən ədalətliyəm, haqqımı istəyirəm, ədalət. Sən məni təhqir edirsən, ədalətlisən, yoxsa mən təhqirə cavab verirəm, hansıdır ədalət? Sufistlər deyir ki, nə işin var? Sokrat deyir, gəl ədaləti izah edək. Teoriya budur. Hə? Teoriya budur. Teoriya budur ki, yəni hər hansısa bir konsepsiyadan danışırsansa, əvvəlcə gör o konsepsiyanın tərkib hissələri nədən ibarətdir? Konsepsiyanın tərkib hissələri nədən ibarətdir? Ədalət yaxşıdır. Sual, ədalət nədir? Yaxşı nədir? Pafoslu cümlələrlə iştirak eləmək olmaz həyatda. Həyatda pafoslu cümlələrlə, həm də qəşəng, məsələn, mən gəlim çıxım burada, ədalət gözəldir, azadlıq qəşəngdir, gözəllik əladır, Allah razı olsun. Deyən yoxdur mənə ki, axı nə deyirsən ədalət, nə demək istəyirsən ədalət, nədir, ədalət nədir? Sokrat öyrədib bizə. Sokrat öyrədib. Sokrat gedir, Sokrat yolla keçir və bir nəfər məhkəməyə gedir. Bu da digər bir hadisə. Məhkəməyə gedir. Kaş ki, bu Sokratın traktatlarını, əsərlərini oxuyasınız. O möhtəşəmdir. Çox möhtəşəmdir. Respublika əsərinə bax. Respublika əsəri dəhşətdir. Qanunlar əsəri dəhşətdir. Apologiya əsəri dəhşətdir. Nə və sər vel axır. Protagoras əsəri. Protagoras. Neysə, Sokrat yolla gedir, görür bir nəfər məhkəməyə gedir. Deyir, hara gedirsən? Deyir, gedirəm haqqımı alım. O bayaqçılar dedilər, ədaləti bərpa etmişik. Sokrat deyir, ədalət nədir? Bu deyir, gedirəm haqqımı alım. Haqqımı alım. Çox sevinə. Sokrat deyir, olar bir dəqiqə səninlə söhbət edən sonra gedəsən məhkəməyə. Deyir, ha, buyur, diginən. Deyir, haqq nədir? Haqq nədir? Haqq nədir? Kim özünə deyir, haqq? Amma haqqdan danışır. Amma haqqın nə olmasını bilmir. Fəlsəfə deyir ki, sən nədən danışırsansa, onun əvvəlcə nə olmasını sual nədir? Ya cavab ver, ya cavab vermirsənsə sakit dayan. Sakit dayan. Özündən uydurma. Özündən uydurma. Məsələ çox ciddidir. Məsələ çox ciddidir. Ona görə fəlsəfə yavaş-yavaş gəlirik məqsədə. Ona görədir. Çox xahiş edirəm, mərkəzi cümlə deyəcəm. Deyirəm, kitab var, dəftər var, dünya var. Fəlsəfə sual verir. Var nədir? İndi görürsünüz, nəyə görə fəlsəfənin mövzusu var, varlıq. Fəlsəfə deyir, var nədir ümumiyyətlə? O nə demək yeni var? Fəlsəfə deyir, var nədir? Bu deyir, var nədir?
Və təbii ki, soruşur da, dəftər nədir, kitab nədir, onlar da soruşur. Amma var nədir? Sən nəyə var deyirsən? Gördüyün şeyə var deyirsən, yoxsa düşündüyün şeyə var deyirsən? Eşitdiyin şeyə var deyirsən, yoxsa təsəvvür etdiyin şeyə var deyirsən? Dediyin şeyə var deyirsən, yoxsa dərk etdiyinə var deyirsən və s. verir. Var nədir? İndi bildik nəyə görə Aristotel Sokratı əzəmətlə yad edir. Aristotel Sokratı əzəmətlə, Sokrat ona görə əzəmətlidir mənim üçün ki, o hər bir şeyi mahiyyətindən soruşur. Hər bir tərifi, o şeyi nəliyini, hər bir şeyin nəliyinin soruşur, nədir? Ona görə Sokrat sufistlərin əleyhına dolaşırdı. Sokrat kiminsə toyuğuna daş atmamışdı ki. Sokrat sufistlərin əleyhına dolaşırdı. Çünki sufistlərin mənfəətinə mane idi. Nə üçün sufistlərin mənfəətinə mane idi? Çünki həqiqət həmişə mənfəətə uyğun olmur axı. Və sufistlər mənfəətlərinə görə hərəkət etməklə həqiqəti sual işarəsində qoyurdular. Və Sokrat həqiqəti qabartmaqla mənfəətə mane idi. Və mənfəətə mane olandan sonra Sokrat meydandan çıxmalıdır. Sokrat Qorgiasla söhbətdə Platon Sokrat Qorgiasa deyir ki, çox pafoslu danışırsan sən. Yəni çox necə deyərlər, elə şeylər danışırsan ki, yəni ritorik danışırsan da, digərinin fikrini cəlb etmə qəsdi ilə danışırsan, Qorgiasa deyir. Qorgiasa deyir, sadəcə şöhrət naminə də belə məşhur, şöhrət naminə danışırsan, həqiqətə görə danışmaq lazımdır. Və Qorgias susturur. Və Qorgiasın susması baha başa gəlir Sokrata. Baha başa gəlir Sokrata. Və onu məhkəməyə çəkirlər. Ki, sən bu sorğulamalarla bizə məmnun olursan. Bax, budur məsələ. Budur məsələ. Ona görə diqqətli olaq mövzuda. Mən elə danışıram. Amma fəlsəfə nə edir? Bizi səthi həyat tərzindən daha ali və daha yüksək həyat tərzinə qaldırma iqtidarını bizə verir. Bizi səthi həyat tərzindən qaldırır. Bizə bu imkanı verir ki, biz yüksəkdən, yuxarıdan məsələlərə baxma imkanı əldə edə bilirik. Və nəticə nədir? Nəticə özünə agahlıqdır. Fəlsəfə bizim özümüzü özümüzə agah edir. Nəticədə. Özünə agahlıqdır. Çünki insan yuxarıdan baxanda məbada insanlara da birdən yuxarıdan baxarsan, ha? Yuxarıdan məsələlərə bax, amma insanlara yuxarıdan baxma. Məsələlərə yuxarıdan bax, amma insanlara yuxarıdan baxma. Çünki yuxarıdan məsələlərə baxanda insan özünə agah olur. Özünə agah olanda insan hər hansısa bir dəyişikliyi agahcasına edir. Agahcasına dəyişiklik dəyərlidir. Agahcasına olmayan dəyişiklik dəyəri yoxdur ki. Hətta yaxşı olsa belə, hər hansısa bir vaxtı qız uşaqlarını məktəbə qoymurdular getsin.
Bir də qız uşaqların məktəbə getməsin. Ya gedirsə də müəyyən bir 2-3 dənə sinif oxusun, çıxsın, otursun evdə. Dedi, vay, 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 nə geriləmiş nəticədir. İndi həmən adamlar qız uşaqlarını məktəbə yollar. Nə yaxşı inkişaf eləyiblər. Sual verəndə ki, nəyə görə indi qız uşaqlarını məktəbə yollayır? Bir hamı yollayır ona görə. Demə yenə də elə geri qalıblar. Hələm düzəlməyiblər. Hələm düzəlməyiblər. Qız uşaqlarının məktəbə yollanması agahcasına deyil ki, insan savad almalıdır. İnsan savadlı olmalıdır, insan dünyaya açılmalıdır. Biz də elə bilirik ki, nə yaxşı inkişaf etmişik də. Misal mən bizdən söhbət getmir. Məsələn, inkişaf edib də dünya. İndi qız uşaqlarını qabaqçılar kimi evdə tustaq edib əsir etmirlər, məktəbə yollayırlar. Amma soruşanda ki, nə üçün deyirlər? Çünki elə hamı elədi, mən də göndərdim ki, onun heç bir fərqi olmadı qız uşağını məktəbə yollamamaqla. Heç bir fərqi olmadı. Çünki sən məsələni agahcasına etmirsən. John Stuart Mill çox qəşəng bir cümləsi var. John Stuart Mill, Britaniyalı mütəfəkkir, filosof. Çox ciddi şəxsiyyətlərindən John Stuart Mill. Liberal demokratiyanın banilərindəndir. Sosializmin qarşısında. O tərəflərə keçmirəm. Bir cümləsi var John Stuart Mill'in. Deyir ki, cümləyə qulaq as. İnsan gələcəyi xətərdədir. Əgər insan gələcəyi xətərdədir. Əgər böyük suallar cəhalətdən yaranan dəyişiklik və müxalifət üzündən cavabsız qalarsa. Deyir, əgər böyük suallar, hətta dəyişiklik olsa da, inkişafa doğru dəyişiklik olsa da, amma bu dəyişiklik cəhalətdən olsa və böyük suallar yenə cavabsız qalsa, insan gələcəyi yenə xətərdir. Düz dəyişiklik var. Amma hələ bir suallar cavabını tapmayıb. İnsan gələcəyi xətərdir. Bunu inkişaf saymaq olmaz. Buna görədir ki, Platon mağara misalında, mağaradakı adamlar nə gözəl. Bu təmsili. Respublika əsərində. Səni görəm. Günel xanım deyir, Allah mütləq varlıqdır, yəni onun varlığı başqa heç nədən asılı deyil. İnsanın bütün yaradılmışları isə nisbi varlıqlardır, yəni Allaha bağlı şəkildə mövcuddurlar. Bəli, cümlə belədir, amma Günel xanım zəhmət olmasa bunun yəni mövzu ilə əlaqəsində deyərdiniz ki, görüm var. Varlıqla əlaqədar. Mütləq varlıqdır. Yəni varlıq nədir sualının cavabında. Gözəl, bəli. Varlıq nədir? İndi düzü mən burada bir balaca söhbətlərim fərqlidir. Qoyun bunu varlıq mövzusuna gələndə orada danışacağam. Onlar tamam, indi hal-hazırda sizinlə qoy belə deyim, sizinlə biz yazmışam burada nisbi, biz nisbi varlıqlarıq da, qoy indi nisbi şəkildə sizinlə razılaşım. Amma mənim burada biraz fərqli fikirlərim var. İndi gələcəm, çünki istərsəniz bu mövzuya mən var mövzusuna gəlməliyəm də, fəlsəfə mövzusu varlıq. Amma indi yavaş-yavaş elə yumuşalır da demə bizə. Allah razı olsun. Sağ olun. Deməli, tamamlayım mən cümləmi. Çox yormayayım sizi də, həm? Çox yormayayım. Bəs deməli, amma bunu deyim də nə olar? Olar Platonun mağara
təmsilini. Çox möhtəşəmdir axı. Bunu belə qoya bilmərəm gələn dəfəyə. Platon Respublika əsərində deyir ki, biz insanlar mağarada üzü divara, yəni üzü daşlara zəncirlənmiş əsirlərə bənziyirik. Platon buna olan şeydir belə. Deyir necə ki, mağarada üzü divara zəncirlənmiş əsirlər hər gün öz kölgələrini işıq sayəsində divarda görür və yenidən gecə olanda o kölgələr itir və həmişə bu əqidədə və bu fikirdədirlər ki, həqiqət elə bu kölgədən ibarətdir. Çünki elə ömrü boyu üzü daşlara, üzü divara zəncirləniblər. Amma onlardan biri zəncirdən azad olur, üzünü çevirir mağaranın çıxışına. Mağaradan çıxır və günəşi görür və qayıdır mağarada əsir olanlara. Deyir ki, ay əsir olan insanlar, demək kölgə deyil, günəş həqiqətdir. Və bizim kölgələrimiz o günəşin sayəsində cilvələnir. Günəşdir həqiqət və əsir olmuş insanlar həmən o həqiqəti deyəni tutub öldürürlər ki, sən nahaqlıq edirsən. Biz bir ömürdür öz kölgəmizi həqiqət bilirik. İndi sən bizə təzə həqiqəti kəşf edəcəksən. Demə, o zəncirdən azad olmuş həqiqəti görür və zəncirdəkiləri xilas etmək istəyir. Amma onlar xilas olmaq qəsdində və niyyətində deyirlər. Və Platon nəticə alır ki, biz insanlar zəncirdə əsir olmuş üzü divara, ömür boyu zəncirlənmiş insanlara bənziyirik ki, gördüyümüz şeyləri həqiqət bilirik. Və demək, bu gördüklərimizin arxasındakı biz onu görmürük. Bir dənə həqiqət var. O həqiqətdir ki, bu görülənləri bizə göstərir. Amma biz o həqiqətdən xəbərsizik. Yəni işıq olmasa kölgə olmaz. Onu dərk eləmədilər də müəllim. Bəli. Hətta günəş olmasa işıq olmaz. Hətta işığın özü də həqiqət deyil. Hətta işığın özü də həqiqət deyil. Çünki işıq da günəş. Çünki işıq da günəşdir. İşıq deyəndə ümumi belə günəşi nəzərdə tuturuq. Yəni evdə yanan da günəşdən enerji götürür. Bunların hamısı günəşlə bağlıdır. Günəş həqiqətdir. Ay sağ ol. Böyük bir həqiqətdir. Bu idi Sokrat, Platon və sonra da Aristotel bizə bu həqiqəti çatdırmaq istəyirdi ki, siz çox şeyi görə bilərsiniz. Amma hər gördüyünüz son həqiqət deyil. Görülənlərin görülmə səbəbini tapmalısınız. Buna görə idi ki, səbəblər prinsipini Aristotel fəlsəfəyə gətirdi. Səbəblər. Maddi səbəb, forma səbəbi, hədəf səbəbi və 4 dənə səbəb. Maddi, forma səbəbi, hədəf və aktiv səbəb. Yaradıcı səbəb. 4 dənə səbəb. Çünki fəlsəfə əvvəldən amalı məqsədi elə bu idi də. Yəni, hər bir şeyin kökünü tapmaq. Peyğəmbərin də duası var. Çox xoşuma gəlir bu dua. Çox xoşuma gəlir. Allahümmə ərinnəl əşya'ə kəmahiyyə. İlahi, mənə əşyanı olduğu kimi göstər. Gördüyüm kimi yox.
Biz hər şeyə gördüyümüz kimi hökm edirik. Amma o şeyin bir dənə də olduğu hissəsi var. Biz gördüyümüz kimi hökm edəndə davalar qızışır, münaqişələr yaranır, müharibələr yaranır. Gördüyümüz kimi hökm edirik. Demə bu görülmənin də bir arxasında o şeyin bir olduğu vəziyyəti var. Amma o şeyi biz olduğu kimi bilsək, davada olmaz, münaqişədə olmaz. Bəli, hər şey var. Hər şey oldu. İlahi, ərinəl əşyaə kəmahiyyə. Peyğəmbərin cümləsidir. İlahi, mənə hər şeyi olduğu kimi göstər. Çox möhtəşəm. Çox möhtəşəm. Ayətdə, hə? Ayət. Budur ki, fəlsəfə bizi. Bəli. Qafos altı deyir məsələlər. Bəli, təməl məsələlərdir. Budur ki, fəlsəfə bizi səthi vəziyyətdən qaldırır. Onu da mən ikinci xasiyyət kimi qeyd elədim. İkinci özəllik kimi, fəlsəfənin ikinci özəllik kimi qeyd elədim. Hesab edirdim ki, mən üçüncü məsələyə də çatacağım, amma vaxt çatdı, mən çatmadım. O üçüncü məsələyə. Xeyr yox. Onu gələn dəfə qeyd eləyərəm ki, belədir. Fəlsəfə bizi hədəfə yönəldir. Elm isə bizi vasitələrdə saxlayır. Amma bu nədir? Gələn dəfə inşallah üzərində söhbət edir. Çox sağ olun. Allah razı olsun. Minnətdaram. Elə bilirəm kifayət eləyər də çox sizi bundan artıq yormayım. İnşallah qalan vaxtımızı verək. Kiminsə sözü, söhbəti varsa, sualı varsa buyura bilər. Olmasa da ki, buyurun. Mikrofon açıqdır. Mikrofon, Mehriban xanım, mikrofonunuz açıqdır. Buyurun, eşidirəm sizi. Usta, mən biraz görmə qabiliyyətimlə yaşla əlaqədar problemim olduğu üçün çox vaxt yaza bilmirəm, səs atıram. Yaxşı edirsiniz. Mən əksini edirəm, sualları elə sözlə deyilsə daha demək ki, uyğun olar, amma indi hər kəsin özünə buraxırıq. Kim istəyir danışır, kim istəyir yazır, problem deyil. Eşidirəm sizi, buyurun. Dərsin əvvəlində tam cümləni yadda saxlaya bilmədim. Yəqin ki, başa düşərsiniz. Sizdə irad tutmaq kimi çıxmasın. Onlar, siz dönə-dönə dediniz o sözü, həkim olurlar, yoxsa hakim olurlar mənasında başa düşək. Necə başa düşək onu? Həkim, doktor, həkim yox, həkimin hikmətli insan. Hikmətli insan, hə. Bəli, hikmətli insan. Bəli, hikmətli və müdrik. Hikmətli və müdrik, bəli, çox sağ olun, çox sağ olun, bəli. Oldu, çox sağ olun. Bəli, buyurun. Buyurun, yenə də əgər kiminsə sualı varsa verə bilər. Yavaş-yavaş fəlsəfəyə giriş edirik də, görək fəlsəfə axırı nə olan şeydir. Sufistlər fəlsəfədə dərin iz buraxsalar da onlardan məsələlər ritorikdir deyə burada həqiqət aşkara çıxmadı, düzdür çıxmadı, xeyr çıxmadı həqiqət aşkara. Çünki onlarda haqlı olmaq insan inandırma. Açsal, bəli, haqlı olmaq orada inandırmaqdır, bəli. Nəinki həqiqəti demək, düzdür. Tamamilə Könül xanım çox gözəl və tam formasında məsələni qeyd edib ki, mən oxuyuram ki, digərlərdən biləm oxuyursınız, yerindədir bu məsələ. Sufistlər ritorikadan istifadə etməklə həqiqət aşkara çıxarmadılar. Onlar sadəcə haqlı olmağı inandırmaq kimi, inandırmaqla bərabər bildilər ki, tamamilə düzdür, sufistləri düz başa düşmüşsünüz. Demək, fəlsəfənin Güləzimova xanım deyir ki, demək, fəlsəfənin özəlliklərindən ikisini izah edilir. Bəli, aporiya və səthlik yox ha, səthliyin əksi, yəni
səthilikdən qalxma, səthilikdən ucalma, nəinki səthilik. Elə təbii ki, məqsəd də odur, amma çünki səthilik sufistlər, səthilik yəni üzdə qalmaq, amma səthilikdən ucalma, fəlsəfənin ikinci xasiyyəti səthilikdən ucalma və yaxud belə deyim, səthiliyin yəni dərinlik, nə bilim, həqiqətə yönəlik yazmaq olar, həqiqətə yönəlik. Bəli, düzdür. Respublika əsəri Platonun idi. Bəli, yəni ümumiyyətlə, baxın bir dənə şeyi deyim. Mən bəzən ola bilsin deyim, filan əsər Sokratın, filan əsər Platon. Sokratın əsərləri həmən Platonun əsərləridir. Platonun əsərləri həmən Sokratın əsərləridir. Bunlar eynidirlər. Eyni adam deyirlər, ha. Sadəcə Sokratın öz yazısı yoxdur. Bütün Sokratın həyatını Platon yazıya, qələmə alıb. Ona görə Platonun əsərləridir, amma Sokratın fikirləridir. Evet. Burada bəli. Sevinç xanım çox gözəl işarə edib ki, bu türk dilində Devlət adında tapa bilərsiniz bu əsəri. Bəli. Müəllim olduğu kimi deyəndə, yəni əslində görməyə başlasaq hər şey yaxşı olar. Biz sadəcə baxırıq, əksəriyyət vaxtda baxmaqla görmək arasında fərq böyükdür. Çünki düzdür. Məlahət xanım düzdür, bəli. Allah razı olsun. Çox əla, çox gözəl. Sağ olun ki, qatılırsınız. Əla budur fəlsəfə. Gərək söhbətə qatılmaq lazımdır. Bir tərəfli söhbət olmur, fəlsəfədə dialoq lazımdır, əla. Deməli, usta bir təlimə göndərdilər. Mənə orada bir müəlliməyə dedim ki, biraz da o nə deyirlərə baxma. Bugün gəldi, danladı, mən ki, azadlığı öyrənmək istədim, evdə başım qırdı. Məni də az qaldı ki, öz-özümü niyə zəncirlərimi qırdım. Bir azad ol, nə deyirlərə baxma. Bəli, düz istiqamətləmizi Gülnar xanım deyir ki, bir təlimə məni göndərdilər. Orada bir müəlliməyə dedim ki, azad ol, nə deyirlərə baxma. Yenə də mən də Sokrat kimi sual verim. Azad ol nə deməkdir axı? Azad ol nə deməkdir? Azad ol, yəni elə üsyan et, budur. Yoxsa azad ol. Bəli, düzdür, zəncirləri qıranı başı ağrıyır, amma hər halda diqqətli də olmaq lazımdır ki, sıradan bu kəlmələrdən sıradan istifadə eləmək olmaz ki, azad ol. Yəni nə azad ol? Nə olmalıdır azad olanda, yəni? Azad ol budur ki, hər nə istədim edim. Yoxsa azad ol budur ki, həqiqətə görə hərəkət etməliyəm, hərçənd bəzən bəzi şeyləri etməmə məcburiyyətində qalsamdır. Və yaxud azad ol hər şeyi etməkdir, yoxsa azad ol bəzi şeyləri etməməkdir. Ümumiyyətlə, bu öz məsələ çox dəqiq məsələdir. Sokratı görsək, qaçırılır hər şeyə, nədir suallarına görə. Bəli. Biz Sokratı görsək, qaçardıq hər şeyə, nədir suallarına görə. Bəli. Aslında Vaqif bəyin qeyd etdiyimiz kimi hər şeyi gördüyümüz kimi deyil, olduğu kimi görmək bu həqiqətdir. Bu levelinə vaxt gəlir insan və hər keçmək, dərk etmək potensialında da çəkiliklə yaradılmış kimsələr özlərini yormasınlar. Bəli, bizən Asma xanım deyir, görəsən biz haçan yəni bu yerə çata bilərik ki, hər şey olduğu kimi görək. Bu hər bir zaman insan əgər bu istiqamətdə çalışırsa, hər şey olduğu kimi görmək, əslində hər şey olduğu kimi görmək cəhdidir əslində. Cəhdidir, odur hər şey. Bizim yəni bir şey olduğu kimi görmək, yəni olduğu kimi görmək cəhdi. Əgər biz bu istiqamətdə cəhd ediriksə və bu cəhdimiz nədir? Öyrənirik, soruşuruq,
qulaq asırıq, mütəxəssisə müraciət edirik, özümüzdə bilməsək və yaxud heç bir yoxsa sakit yanırıq. Sakit. Hətta sükut belə hər şey olduğu kimi görmə cəhdidir ya, bəzən ona diqqət olunmur. Bu məsələ yavaş-yavaş o baş verir də hər halda, bu bir məsələ. Amma bu ki, hər adam bu potensialdadır. Birinci budur ki, bəli, hər adam potensialdadır, amma təbii ki, hər kəs bu dərinliklərə vara bilmir. Eybi o demək deyil ki, hamı bu dərinliklərə varmalıdır. Ya dərinliyə varmalıdır, ya da dərinləri tapmalıdır. Ya dərinliklərə özü varmalıdır, ya dərinliklərə varanı tapmalıdır. Salam müəllim, olar bir sual verim sizə. Gözüm üstə bu dəqiqə mən bir dənə bu tamamlayayım. Bu da bax belə. Ona görə ki, qatıla bilirsə maraqlı idi. Əgər hər bir insan yaxşılığında nə olduğunu başa düşsəydi, o zaman həmişə yaxşı iş görərdi və İslam. Məsələn, niyə insanlar bilərəkdən zülm edir, bilgi və əxlaq arasında? Aha, bu necə izah oluna bilər? Baxın, Sevinç xanım, bilgi və əxlaq arasında olan fasilə bu çox ciddi proyektdir, çox ciddi məsələdir. Mən bunun haqqında çox geniş söhbətlərim var. Nəyə görə bilgi ilə əxlaq arasında fasilə var? Prosta özü böyük bir proyektdir. Biz bunun haqqında indi mən genişliyi ilə yox, amma çox belə bəsit, belə qısa, hər halda şey deməliyəm yox, yəni çatdırım ki, sizdə belə qaranlıq qalmasın. Bilirsiniz nə üçün baş verir? Bilgi ilə əxlaq arasında olan nəyə görə fasilə yaranır? Bilgi ilə əxlaq arasında ona görə fasilə yaranır ki, biz bildiklərimizi sadəcə bilirik, amma onlara inanmırıq ona görə. Tamam. Hər şeyin əvvəli axırı budur. Biz bildiklərimizi sadəcə bilirik, amma onlara inanmırıq. Əgər insan bildiklərinə inansa, orada əxlaq və bilgi arasındakı olan fasilə aradan götürüləcək. Bilmirəm, bu qədər elə biləm kifayət eləyər. Mən o zaman əvvəldən təşəkkürlər. Mən sizi eşidirəm, görüm. Bəli, Kiminlə danışıram? Qoy görüm. Anar qardaş. Anar qardaş, buyur, eşidirəm sizi. Belə deyək də müəllim, insan öz ətrafına, bir də özünə 3 səviyyədə təsir göstərir də. Düşüncə səviyyəsində, fikir səviyyəsində. Nə səviyyəsində? Fikir səviyyəsində, fikirləşmək, düşüncə səviyyəsində də müxtəlif. Düşüncə səviyyəsində, sonra səviyyəsində, bir də əməl səviyyəsində. Ünsiyyət səviyyəsində. Səsiz kəsilir. Düşüncə səviyyəsində, əməl səviyyəsində və ünsiyyət səviyyəsində. Ünsiyyət. Aha, bəli. Ünsiyyət və əməl səviyyəsində həm özünə təsir göstərə bilər, həm də ətrafa. Düzdür. Düşüncə səviyyəsində olur, ünsiyyət səviyyəsində də olur. Hal-hazırda biz ünsiyyət səviyyəsində bir-birimizdən ünsiyyət qururuq. Bəs sizcə fəlsəfə əməl səviyyəsində necə olur? Yəni, əməl səviyyəsində necə təsir baş verir? Bəli, ümumiyyətlə, düşüncə səviyyəsində bildik, fəlsəfə həm özümə, həm ətrafıma təsir göstərir. Bəli. Amma əməl səviyyəsində necə? Ətrafa təsir göstərir. Bəs əməl səviyyəsində necə təsir göstərir? Bəli, elə əməl səviyyəsində elə dediklərimiz, əgər düşüncə səviyyəsində, həqiqətən düşüncə səviyyəsində fəlsəfənin təsirindən biz yəni danışırıq və başa düşürüksə, əməl səviyyəsində çox məsələ rahatdır da. Nəyə görə? Yəni, həmən düşündüklərimiz, əməlimiz düşüncədən qabaq və düşüncədən sonra dəyişmir ki. Əməlimiz həmən əməldir. Biz hər bir, məsələn, çay iç, misal çəkir, amma mən məsələn çay içirəm. Sizinlə oturmuşam, məsələn, çay içirəm də, düzdür. Mən düşüncədən qabaq da sizinlə oturub çay içirəm. Düşüncədən sonra da əməl eyni əməldir. Amma bir dəfə bu əməli sıradan, adətdən edirik. Çünki həmişə çay içməliyik.
Bir dəfə də bu əməli düşüncə əsasında edirik. Yəni ona görə mən çay içirəm ki, istirahət edim və yenidən fikirlərimi toplayım, məsələn, işimə davam edim, fikirlərimi toplayım, yenidən məsələn sizə doğru düzgün cavab verə bilim. Misal çəkirəm bunu sıradan. Yəni demək istəyirəm ki, fəlsəfənin əmələ təsiri, fəlsəfənin o həqiqəti görmə qabiliyyətinə görədir. Həqiqəti ki görür, həqiqəti gördüyünə görə də əməllər də həqiqətə görə tənzimlənir. Bu cür əmələ təsir eləyir. Yəni əgər mən ona görə indi gələcəm o istiqamətdə söhbətimiz olacaq. Əməli fəlsəfə, nəzəri fəlsəfə, əməli fəlsəfədə deyirlər mən başqasıyla və böyük bir cəmiyyətdə. Mən yəni əxlaq, başqası ilə ailə, böyük bir cəmiyyətdə olur cəmiyyət və sosium və siyasət. Deyirlər, necə baş verir bu proses və bu digərinə qatılma, cəmiyyətə qatılma necə baş verir? Deyir, bu cəmiyyətə qatılma nəzərdə, teoriyada qurduğun proyektdə əsasən olmalıdır. İndi o gələcək söhbətlərimizdə olacaq. Ki, Farabidə xüsusilə bu çox önəmlidir. Farabi ki, necə tənzimləyir. Mən bu haqda söhbət edəcəm, yəni. Ki, necə tənzimləməliyik ki, əməlimiz hansı səviyyədə olmalıdır? Çox möhtəşəm burada məsələlər var. Ki, eyni əməli mən sizinlə müəyyən bir məsələn, nə deyirəm ki, adi də bir münasibət deyirəm, yaxşısınız. Digəri də deyir, yaxşısınız. Eyni əməldir, eyni sözdür, amma məndən tam fərqlidir, digərindən tamamilə fərqlidir. Bu fərqlilik nədən yaranır? Axı, kəlmələr eynidir. Axı, münasibət eynidir. Bu fərqlilik hamı qayıdır fikrə. Fikir ümumiyyətlə hansı formatda baş verir və s. və ilə axır. Bu haqda inşallah söhbət edəcəyik. Çox sağ olun. Siz sağ olun. Bu həqiqət anlayışını bizə izah edən gündən həyatda hər şeyə böyük suallarla yanaşmağa başlamışam. Hər bir şeyin həqiqətin olmasına başa düşüb, yaşamaq nə qədər fərqli bir yaşam imiş. İnsan stimul tapır həyatda və yaşamı daha rəngli, ali və mənalıdır. Əlhəmdülillah, əlhəmdülillah, nə yaxşı, nə gözəl. Deməli, sübh namazına qılmağı düşünürəm və alarm çalır, amma onu söndürüb yatıram, amma bunun durub namaz qılacaq. Bunun namazın yəqininə çatsa, insan, durub namaz qılacaq. Bu əməli fəlsəfədir məncə. Bəli, bəli. Əgər sən məsələnin açsa ol, bəli, bu fərz, yəni sən məsələnin həqiqətinə varsan, sən məsələnin mahiyyətinə varsan, alarmı söndürüb yatmayacaqsan da, durub qılacaqsan və davamlı şəkildə bunu edəcəksən, düzdür, Sevinç xanım, bəli. Belə. Çox sağ olun, çox minnətdarım. Gəldiniz, qatılırsınız, söhbətləşirsiniz, çox minnətdarım, çox sağ olun, Allah razı olsun. Dualarınızı əskik etməyin. İnşallah gələn günlərdə görüşmək ümidi ilə sizi Allaha tapşırıram, hamımızı Allaha tapşırıram. Siz sağ olun, mən də minnətdaram. İnşallah gələn dərsimizdə görüşmək ümidi ilə sağ olun, salamat qalın, gecəniz xeyrə qalsın.